Mənim oğlum şəhid olub. Mən bununla qürur duyuram. Həqiqətən də qürur duyuram. Mən şəhid anasıyam. Mən 2 ad daşıyıram. Həm ana adı, həm şəhid anasının adı. Mən Paşayev Daşdəmirlə birlikdə bir sinifdə oxumuşam. İbtidai sinifdən 7-ci sinifə qədər biz bir məktəbdə oxumuşuq. Mən onun uşaq vaxtından çox diqqətçil, vətənini sevən, mərd bir oğlan kimi tanımışam. Elə uşaq vaxtından biz onu tanıyandan onun hərbə meyli çox böyük idi. Onun biz şahidi olurduq. Çünki hər zaman mənfur düşmənlərimizdən söhbət düşəndə o əsəbləşərdi və deyərdi ki, əgər məni bu dəqiqə aparsalar, mən əlimə silah alıb onlarla vuruşmağa tam hazıram. Hərbiyə gedəndə onlarda nə kimi sahəsiniz var, hamısını almalıydı. Komandirdə özüm olacaq. Yaş görə sən olasan komandir. Yox, komandir mən olacaq. Sinif yoldaşım olmuş, canını vətən uğrunda fəda vermiş bir şəhid haqqında müsahibə vermək nə qədər ağır acılı olsa da bir o qədər fəxr və qürur verici bir hissdir. Dalaşqan demək, doğulqanlı idi. Heç vaxt özündən böyük də olsa kimsə haqsızlıq eləsə belə çəkinməzdi, qorxmazdı. Kimsə hansısa birimiz hardasa dara düşəndə, uşaq xatirələri kimi, hansısa hardasa kimsə üstümüzə düşəndə kimsə qaçsa da Daşdəmir qaçmazdı. Deyərdi ikinci adım Bəxtiyardır. Mənim Bəxtiyar adım var. Doğrudan da Bəxtiyar oldumu. İmtahan verməyə, Daşdəmir getmişdik imtahan verməyə. Onda 8 bal idi də, 8 sual hər bir fəndən 1-2 dənə sual idi. Daşdəmir 15 dəqiqəyə çıxdı məktəbəsi. İmtahandan çıxdı. Dedim, ay Daşdəmir, nüş çıxmısan birincisən? Bəs 15 dəqiqə adam imtahan yazar. Dedi, yox mama, 8 dənədən birini mən bilirəm ki, səhv yazmışam. Dedi, indi baxarıq da görək nətər olacaq. Bir neçə gün keçdi, getdik yenə məktəbin qabağına. Gördüm ki, Daşdəmir 7 balla keçib Naxçıvanskiyə. Qəbul olub. Ondan sonra Daşdəmir ora qəbul olandan sonra ürəyimdən qara qanlar keçdi. Elə o qədər ağladım, 3 ay ağladım. 3 ayda bu indiki həsrətin qabağında nədir ki? Ömürlük indi gedib mənim əlimdən balam. Amma onu bilirəm ki, oğlum şəhidi zirvəsinə ucalıb. İstədiyim məqsədə çatdı oğlum. Çünki onun məqsədi əvvəldən uşaqlıqdan görülürdü ki, yəni hansısa bir hüquqşünas olmaq istəmir, hansısa bir həkim olmaq istəmir. Ancaq
ya idmançı, ya döyüşçü və döyüşçü yolunda seçib həyatının da ən uca zirvəsinə, şəhidlik zirvəsinə özünü çatdırdı. Ümumiyyətlə bugün biz Azərbaycan xalqı qürur hissi keçirə bilərik ki, şəhidlərin qanı ilə yuyulmuş bir torpaqda yaşayırıq. Çünki şəhidlik ən ali zirvədir. Bu zirvəyə ucalmaq hər bir kəsin işi deyil. Şəhidlər biz gəldi gedərik, amma vətən əbədidir devizi ilə bu torpağı son damla qanına qədər qoruyan kəslərdir həqiqətən də. Yaxşı təhsil alıb yaxşı mütəxəssis olmaq olar, yaxşı həkim olmaq olar, yaxşı hüquqşünas olmaq olar, yaxşı müəllim olmaq olar, vətəni sevmək olar. Lakin vətən uğrunda canından keçib şəhid olmaq hər kəsə nəsib olmur. Daşdəmir özündən sonra öz 2 bacısını və qardaşını saxlayıb. Saxlayıb nətərlə? Elə bil ki, onları həm ata olub, həm ana olub, atası ola, anası ola. Onlara qayğı göstərib, onların paltarlarını yuyardı, ütüləyərdi. Bir sözlə məni ilə bərabər böyüdüb o uşaqları. Mən Paşayev Daşdəmirin qardaşı olaraq həmişə qardaşımdan fəxr etmişəm. Çünki qardaşım hansı işə əl atırdısa, həmişə uğur qazanırdı. Biz bir müddət bir yerdə işləmişik. İşlədiyimiz müddətdə həqiqətən də Paşayev Daşdəmir bizim kollektivdə sayılıb seçilirdi həqiqətən də. Biz günlərlə bir yerdə hansısa bir məsələləri müzakirə eləyəndə və yaxud hansısa bir işin həllində məsləhətləşəndə həqiqətən də mən hiss edirdim ki, bu insanın canında vətənpərvərlik, bu insanda vətənə, bayrağa sevgi hansı dərəcədədir. Hətta bir neçə dəfə görmüşdüm ki, biz Azərbaycanın müəyyən bir telekanalında çalışırdıq. Orada Azərbaycan himni səslərində bu adamda bir refleks kimi ayağa qalxırdı. Mən fərq edirəm ki, belə bir şəxsiyyətin qızıyam. Atam həmişə bizə deyirdi ki, gündəliyinizi gətirin, gündəliyinizə baxın. O bizə deyirdi ki, neçə almısan, dərslərin yaxşıdır, dərs oxuyursan. Mən də deyirdim ki, oxuyuram. Məlikə mama da deyirdi ki, uşağın üstünə çox getmə. Atam həmişə mənə yuxudan dururdum, mənə oyatırdı. Deyirdi ki, neçə almısan? Mən də yanımdan deyirdim ki, 3-2, acıqlanırdı. Mən bir dəfə evə gələndə güləşirdik. Özünü yanından yıxırdı ki yerə. Mən yıxdım. Güləşəndə özünü yerə yıxırdı ki, görmüş mən yıxmışam. Hərbiyə gedəndə dalandan bayrağı astı getdi. Biz gəldik, Mələkə anamızla görüşdük və
İnandırım sizi ki, yəni anasında o qədər vətənpərvərliyi biz hiss elədik, o qədər danışanda sanki mən ona ürək-dirək vermək istədim, amma gördüm əksinə, yəni ana necə oğula, necə tərbiyə, vətənpərvər ruhda böyüdübsə, sanki mən özümü saxlaya bilmədim bu anda, amma ana dedi ki, yəni müharibə davam eləyərsə, mən də bir qadın kimi, bir Azərbaycan Respublikasının vətəndaşı kimi getməyə, orada ola bilər ki, yəni indiyə kimi yadımdadır, bir söz işlətdi ki, insanın ola bilər əlində bir çapıq olarsa, ona bir yarasına bir bint bağlayaram və necə, yəni ümumən ailədə mən bu vətənpərvərliyi gördüm. Daşdəmir ailədə həm ciddi, həm də şən olan idi. Zarafat eləyən idi, danışıb gülən idi. Amma çox ciddi xasiyyəti var idi, tünd xasiyyəti də var idi. Hərdən unudurdu ki, qarşısında anası dayanıb, elə bil ki, əskəriyəm də. Deyirdim, Daşdəmir mənəm, amma anandır. Evlad nə qədər rütbəsi olsa da, vəzifəsi olsa da, yenə ana yanında, ata yanında o yenə balaca bir uşaq kimidir. Həqiqətən də o mənim üçün çox əziz uşaq olub. Bilirsiniz nə üçün? Ona görə ki, o həm ata olub mənim üçün, həm ana olub mənim üçün yoldaşımdan sonra. Özü Naxçıvanskinin 3-cü kursunda oxuyanda atası rəhmətə getdi. Mən oturub ağlayanda dedim, amma ağlama, mən varam sənin arxanda. Həqiqətən də o var idi mənim arxamda. Paşayev Daşdəmirlə bizim ilk tanışdığımız Füzuli rayonunun Aşağı Kürt Mahmudlu kəndində müvəqqəti yerləşdiyimiz ərazidə baş verdi. O ehtiyatda olan baş leytenant kimi təxris olmuşdu və Vətən müharibəsi başlananda yenidən döyüşmək üçün bizim sıralara qatılmışdı. Özü xüsusi sənatlarda xidmət eləmişdi. Ehtiyatda olan baş leytenant idi. Bizim tanışdığımız orada baş verdi. Həm xidmət nöqteyi nəzərdən xidmət ili bizdən çox idi, həm xüsusi sənatlarda xidmət elədiyi üçün kəşfiyyat bölmələrində hazırlıqlı zabit kimi bizim sıralarımıza qatılmışdı. Təsadüf eləyirdi, bu oktyabr ayının ilk bir həftələrinə təsadüf eləyirdi. Çox mərd zabit idi və mən onunla çin-çinə döyüşdüyüm üçün şərəf və qürur duyuram. Mənə əvvəllər demişdi ki, Daşdəmir, amma müharibə başlasa gedəcəm. Ona görə bilirsiniz, o Xocalını unuda bilmirdi. O qadınları, uşaqları unuda bilmirdi. Bir yandan Polad Həşimovun şəhid olmağın, bir yandan Mübarizin, bir yandan Fəridin, minlərlə şəhidlərimizin, o onu bağışlaya bilmirdi özünə ki, mən sağam, onlar şəhid olublar. Dözə bilmirdi. Dedi, müharibə başlayan kimi gedəcəm. Mən inanmırdım da, dedim, əlbəttə elə belə müharibə başlamayacaq. Mən hər dəfə deyirdim ki, müharibə başlamayacaq. Daha 30 ildir müharibə yoxdur, illə belə də olmayacaq. Allaha dua edirdim ki, başlamasın. Onunla bir sıra tapşırıqlarda olduq. Həqiqətən Azərbaycan zabitinə hərbi qulluqçusuna yaraşacaq bir hərbi qulluqçu idi. Mən yenə də deyirəm, mən həqiqətən onunla fəxr edirəm ki, mən onunla çin-çinə döyüşmüşəm və onun şəhid olduğu tapşırıqda, şəhid olduğu günü çox çətin bir tapşırıq idi. Düzdür, biz o tapşırığı müvəffəqiyyətlə yerinə yetirdik. Onunla bir tərəfdən qürur duyuram, bir tərəfdən bizim üçün ağırdır. Düzdür, Paşayev Daşdəmir bizim sıramızda yoxdur. Amma onun çalışıb vuruşduğu torpaqların azad olmasına görə biz bu günlərin təsəlli tapırıq. Daşdəmirin bu seçiminə mən biganə qala bilməzdim. Bilirsiniz nə üçün? O kişi idi. O vətən qorumalı idi. O ehtiyatda olan zabit idi. O özü istədi ki, getməyə. Mən onun qarşısında dayana bilmədim ki, oğlum getmə. İçimdə deyirdim o sözü mən. Getmə deyirdim. Amma mən dedim ki, get oğlum, get. Həqiqətən elə oldu. Dedim, get oğlum. Vətənin sənə ehtiyacı var.
komandirimiz kimi biz ona böyük rəğbət bəsləyirdik. O digər bir qrupun komandiri idi. Mən başqa bir qrupun komandiri idim. Amma döyüşdə biz nə olursa olsun heç bir zaman ayrı olmamışıq. Həmişə çiyin-çiyinə döyüşmüşük və mən bu gün də fəxr edirəm ki, Paşayev Daşdəmir kimi sözümün əvvəlində vurğuladım. Onun kimi bir zabitlə çiyin-çiyinə döyüşüb işğaldan azad olunmuş torpaqlarda bizim də hissəyə bölsək az bir qatqımız var. Mən şəxsən onunla fəxr edirəm. Saat 5-6 iradələrində irəli hücum verilərkən yenə həmin manqa 8 nəfərdən ibarət. İndi onların yəqin ki 4-ü sağ qalır, qazidir, yaralıdır deyəmərəm, Allah hamısına şəfa versin. Onlar puskaya düşərkən bu 4 nəfər başda birinci olaraq düşmənin gülləsinə tuş gələn Daşdəmir, baş leytenant Daşdəmir olmuşdur. Niyə görə ki, o əvvəlcə bütün arxasınca gələnlərə demişdi, mən evliyəm, mənim davamçılarım var, siz cavansınız. Bəlkə mən puskaya düşsəm, siz özünüzü xilas edə bilirsiniz. Axıra qədər biz onlarla döyüşdük. Düzdür, biz həmin döyüşdə Daşdəmiri və digər şəhid qardaşlarımızı itirdik. Rızayev Nadir, Paşayev Daşdəmir, Mailli Mahmud, Mirzəyev Hüseyin. Biz orada 4 şəhid verdik. Amma həqiqətən bizim 4 şəhid verdiyimiz o döyüş, onların heyət sayına görə biz onlara həqiqətən az şəhid verdik. Yəni, onların heyəti həddindən çox idi, həqiqətən. Biz düz gözləmirdik. Amma biz döyüşə-döyüşə şəhidimiz olsa da, digər yoldaşların da hamısının, yarısının şəhid olmaması üçün biz əlimizdən gələn elədik və 4 şəhidlə biz həmin tapşırığı yerinə yetirdik. Daşdəmir, nəinki o manqadakı 8 nəfər üçün Daşdəmir həqiqətən əməliyyat taburunda bir göstərici, qabaqcıl bir qəhrəman oğlan olmuşdur. Şəhidliyindən qabaq əvvəlcə o bütün hərbi hissələrdə onu tanıyanlar, xüsusi təminatlarda hamı onu tanıyarmış. Hətta ona elə bir ləqəb vermişmişlər ki, onu bütün hərbi hissələrdə adla, ləqəbi ilə tanıyarmışlar. Yəni onu hər dəfə döyüşə gedəndə onun ləqəbini dəyişdirmişlər ki, düşmən onu dəqiq tuta bilməsin. Bir dəfə canavar ləqəbi ilə, bir dəfə vəhşi pişik ləqəbi ilə. Yəni dəyişdirilmişlər ki, onun adı bilməsin. Yəni onların sivyasına tapşırılmışlar ki, o Mirzəyev Hüseyin onun sivyası olub. Ona deyərmişlər ki, bir dəfə adı ilə çağıranda, bir dəfə ləqəbi ilə çağıranda, bir dəfə məsəl üçün bir Diki adına çağırmalısan onu. Baş leytenant Daşdəmir Paşayevin Fəxri Xiyabanda mən ziyarətini oldum. Başdaşını daha doğrusu qucaqladım, öpdüm. Çünki o müharibə bölgəsində mənim oğlumla döyüşçü yox, ona bir ata kimi dayaq olmuşdu. O ona dayanaraq, onun çiynini Daşdəmirə söykənərək, hər şeyi unutmuş irəli komandasına necə deyərlər, əməl etmişdir. Üsyan eləmədim Allaha. Bilirsiniz niyə? Ona görə ki, Allahın ən gözəl əmanətini mən 38 il bəslədim, baxdım, böyütdüm. Vaxt çatdı, Allah Taala o əmanəti məndən geri aldı. Mən Allah Taala qarşısında evladımı itirdim, amma üsyan eləmədim də, Allahım niyə belə elədim? Allahdan qorxdum. Bir yandan da ki, mən fəxr eləyirəm ki, mənim oğlum şəhid zirvəsinə ucalıb. Şəhidlik çox gözəl zirvədir. Hər kəs o zirvəyə ucala bilmir. O zirvəyə ucalmaqdan ötürü orada ürək lazımdır. Düşmən qarşısına çıxmaq lazımdır. O da bizim bu şəhidlərimizin ürəkləridir.
bir fikirdə olursunuz. Arzum budur. Xoşbəxt olur, yaxşı qiymətlər alır, üzünüzə gələni hamınızı xoşbəxt edin. Ay daşlar bir də oynayırsın. Kapıda çıkıdı. Ama ben kime benzersin? Ama bir daha Sirilip'ti, Süleyman. Süleyman. Çal oyna. Daşdemir, ay Daşdemir. Gül alay, gül, bugün bayram yala. Şubat verir kimi yok ala.